5 Mart 2026-cı il tarixində İran İslam Respublikası Naxçıvanın mülki infrastrukturuna, o cümlədən hava limanına və məktəbə dronlarla hücuma keçdi. Bu, Azərbaycan dövlətinə və xalqına qarşı açıq təxribat və düşmənçilik aktıdır. ABŞ-İsrail-İran müharibəsinin ilk günündən etibarən Azərbaycanın bütün riskləri göz önünə alaraq İrana qarşı dostcasına davranmasına, Prezident İlham Əliyevin İranın dini lideri Seyid Əli Xamneyinin həlak olması ilə əlaqədar Prezident Məsud Pezeşkiyana başsağlığı verməsi, İranın ölkəmizdəki səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazması, Azərbaycanın məsələnin dinç yolla və beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğu barədə mövqeyini bildirməsinə baxmayaraq, İran yenə də özünün əsl simasını ortaya qoydu. Azərbaycan rəhbərliyi ölkə ərazisindən İranda daxil olmaqla heç bir ölkəyə təhlükə olmadığını və olmayacağını dəfələrlə vurğulayıb. Bir neçə gün öncə Xarici İşlər Naziri Ceyhun Bayramovun İranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığında da bu məsələ vurğulanmışdı. Ceyhun Bayramov hər hansı ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığını bildirmişdi. Eyni zamanda Azərbaycan yaranmış humanitar vəziyyətlə əlaqədar İrana humanitar yardım göndərməyi də planlaşdırırdı. Bu, Azərbaycanın dar gündə hər zaman qonşulara mənəvi dəstək olduğunu sübut edir. Lakin nəzərə almaq lazımdır ki, bu, İrandan aldığımız ilk zərbə deyil. Elə yaxın tariximizdə torpaqlarımız işğal altında olarkən, daha sonra 44 günlük vətən müharibəsi zamanı İranın işğalçını müdafiə etməsini, regional əməkdaşlığa, kommunikasiyaların açılmasına qarşı çıxmaqla Azərbaycana və bölgədəki hadisələrə düşmən mövqeyi nümayiş etdirməsini yada salmaq kifayətdir. Hadisədən sonra Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Dövlət başçısı iclasdakı çıxışında İranın törətdiyi bu hadisəni terror aktı kimi qiymətləndirdi və bunu böyük nankorluq nümunəsi kimi təqdim etdi. Hadisədən sonra bir sıra ölkələr və beynəlxalq aktörlər bu hücumu pisləyərək Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etdilər. Azərbaycan ərazisində mülki infrastruktura dron hücumu təşkil etməklə Tehran acizliklə yanaşı qorxaq olduğunu da nümayiş etdirib. Görünən odur ki, İran həqiqətən də xaos içindədir. Vahid rəhbərlik yoxdur. Daxili parçalanma sürətlənib və mövcud rejimin sonu çox yaxındır. Başını itirmiş rejim hər kəsi özünə düşmən etmək niyyətindədir. İran tərəfi anlamalıdır ki, bu hallar təkrarlanarsa rəsmi Bakının cavabı gecikməyəcək. İran Azərbaycan xalqından üzr istəməlidir və əgər doğrudan da təxribatdırsa, bu təxribatı törədənlər qanun qarşısında cavab verməlidir.